Salam, xoş gördük hər birinizi. Bu günlərim tam təbii, evdə rahatlıqla hazırlaya biləcəyiniz ev sirkəsi hazırlayacağım. Yəni alma sirkəsi hazırlayacağım. Hazırlamağa keçmədən öncə kanalıma dəstək üçün abunə olub bəyənməyi və videolarımı sonacan izləməyi unutmayın. Videolarımı sonacan izləmiş olsanız mənə qat-qat dəstək olmuş olarsınız. İndi isə keçək sirkəmizi hazırlanma qaydasına. Hazırlanmaq üçün gördüyünüz bu qaydada mən almaları ilk öncə yaxşı yuduqdan sonra doğrayıram. Almaları xırda ölçüdə doğrayıb bir qabın içərisinə əlavə edəcəm. Daha sonra isə balonlarımın içərisinə yığacağam. Resepti dəqiq ölçülərlə videonun açıqlama qisminə qeyd edəcəm. Və bu arada mənə nə sualınız olarsa, məndən hansı resepti gözləyirsinizsə, yorumlar qisminə rəy yazmağı unutmayın. Sizdən gələn hər bir rəy mənim üçün çox dəyərlidir. Almaları xırda ölçüdə doğrayıb bitirdikdən sonra balonun içərisini yuyub qurulayıb, daha sonra isə balonun 1/3 hissəsinə alma yığıram. Yəni doğradığım almanı balonun içərisinə əlavə edirəm. Balonlarımın içərisinə almaları əlavə edib bitirdim. İndi isə hər balon üçün 2 yemək qaşığı dolusu şəkər tozu əlavə edirəm. Və hər balon üçün yarım çay qaşığı duz, yarım stəkan da alma sirkəsi əlavə edirəm. Sirkəni əlavə etdikdən sonra balonların içərisinə soyuq su əlavə edirəm. Balonları tam doldurmuram. Başında biraz boşluq saxlayıram ki, sirkəmiz daşmasın deyə. Sirkəni hər gün gündə 2-3 dəfə mütləq şəkildə qarışdırmaq lazımdır. Gördüyünüz bu şəkildə gündə 2-3 dəfə mütləq şəkildə sirkəmizi qarışdırmaq lazımdır ki, üstü olan almalar suyun içərisinə qarışıb həll olunsun deyə. Bançaların qapı ağız hissələrini bint vasitəsilə gördüyünüz bu şəkildə bağlayıram ki, içərisinə hava keçəcək şəkildə olsun. Yəni almalar içərisinə kif atmasın deyə. Qaranlıq və sərin yerdə saxlayıram. Hər gün çıxarıb 2-3 dəfə qarışdırıb təkrar yerinə qoyuram. Artıq sirkəmi bir həftədir hazırlamışam. Üzərindən bir həftə keçibdir. İndi isə gördüyünüz kimi bintləri qaldırıb sirkəmi qarışdırıram. Gördüyünüz kimi necə qabarcıqlar əmələ gəlib köpüklənibdir. Məhz bunun üçün balona suyu əlavə edərkən tam dolmayacaq şəkildə başında boşluq saxlamaq lazımdır ki, bu qabarcıqlar əmələ gəldiyi vaxtlar sirkəmiz daşa bilir. Onun üçün başında balonların boşluq saxlamaq lazımdır. Yəni nə qədər sıx-sıx qarışdırsaq, bir o qədər tez hazırlanacaq sirkəmiz. Və 10 gündən çoxdur artıq sirkəmi hazırladığım. Gördüyünüz kimi artıq almalar dibinə çökməyə başlayır. Yavaş-yavaş almalar həll olur suyun içərisində. Almalar hamısı tamamilə suyun dibinə çökdükdə qarışdırma prosesini dayandıracağıq. Üzərində sirkənin anası əmələ gəlməyini gözləyəcəyik. Artıq gördüyünüz kimi almaların hamısı tamamilə suyun dibinə çökübdür və qarışdırma prosesini dayandırdım mən və üzərində sirkənin anası əmələ gəlməyə başlayıbdır. Sirkə anası əmələ gəldikdən sonra qalın şəkildə alınmağını gözləyirik və sirkə anası da suyun dibinə çökdükdən sonra sirkəmiz tamamilə hazır olmuş olduğunu göstərir. Videoda da gördüyünüz kimi suyun üzərində sirkənin anası necə qalın şəkildə alınıbdır. Yəni heç qarışdırmadan bu sirkənin anasının hazır olmağını gözləyirik. Daha sonra isə bu sirkə anaları suyun dibinə çökdükdən sonra sirkəmizi tamamilə süzəcəyik.
Və budur, artıq mənim sirkələrim hazırdır. Üzərində olan sirkə anası suyun dibinə çökübdür və yenidən sirkə anası əmələ gəlməyə başlayıbdır. Yəni biz gözləsək hər dəfə sirkə anası suyun dibinə çökəcək və yenidən sirkə anaları əmələ gələcək. Yəni mən artıq sirkəmin hazır olduğunu gördüm və sirkə analarını sirkəmizin içərisindən çıxarıram. Gördüyünüz kimi necə qalın, necə gözəl sirkə anası əmələ gəlibdir. Sirkəmizdə çox gözəl qoxulu sirkə əmələ gəlibdir və sirkə anasını sudan çıxardıqdan, sirkəmizin içindən çıxardıqdan sonra sirkələrimizi süzməyə başlayacağam mən. Gördüyünüz bu sirkə anasını atmırıq. Yəni bir bankanın içərisinə yerləşdirib qapağını küp şəkildə bağladıqdan sonra soyuducuda gözlətmək olar. Hər dəfə sirkə hazırladıqda bu sirkə anasından həmən sirkənin içərisinə əlavə edirik ki, sirkələrimiz daha yaxşı, daha tez alınsın deyə bu sirkə analarından əlavə etmək lazımdır. İndi isə gördüyünüz kimi təmiz bir çay dəsməli vasitəsilə sirkələrimi süzməyə başlayıram. Sirkəmizi süzərkən balonun üst hissəsində şəffaf olan hissədə olan sirkəni süzürəm. Daha sonra isə çöküntülü olan hissəni süzəcəm. Yəni bir-birinə qatmaq lazım deyil. Çünki ilk süzdüyümüz sirkə gördüyünüz kimi necə şəffafdır. Şəffaf olan sirkə ilə çöküntülü olan sirkəni bir-birinə qatmayacağam. Ayrı-ayrı butulkalara əlavə edib çöküntülü olan sirkəni biraz daha çökdükdən sonra süzəcəm təkrar. Süzdüyüm sirkələri gördüyünüz belə bir butulkaların içərisində yuyub quruladıqdan sonra butulkanın içərisinə əlavə edirəm sirkəni. Sirkəmizin şəffaf hissəsini süzüb butulkalara əlavə etdikdən sonra indi isə çöküntülü sirkəni parçanın içərisinə əlavə edib suyunu yaxşı sıxacam ki, içərisində olan sirkə tamamilə süzülsün deyə. Parçanın içərisində suyunu çıxardığım sirkəni də bir balona əlavə edib bir müddət gözləyəcəm ki, tamamilə dibinə çöksün, şəffaflaşsın. Bu sirkəni də bankaların içərisinə, yəni butulkaların içərisinə əlavə edəcəm təkrar süzdükdən sonra. Sirkələrimin hamısını süzüb bankalara yerləşdirdikdən sonra qapaqlarını küp şəkildə bağlayıb sərin yerdə qaranlıqda saxlayıram. Və budur, artıq sirkələrim hazırdır. Gördüyünüz kimi çox gözəl, çox möhtəşəm sirkələr alındı. Əminəm ki, sizlər də bəyənib evdə özünüz öz könül rahatlığınızda istifadə edə biləcəyiniz sirkələri hazırlayacaqsınız. Hazırlayacaq olanlara nuş olsun deyirəm. Və mənə hələ də dəstək olmamısınızsa, dəstək olmaq üçün kanalıma abunə olub, videolarımı bəyənmisinizsə like etməyi unutmayın. Mənə nə sualınız olarsa, videonun alt hissəsində rəy bölməsinə yazaraq fikirlərinizi bildirə bilərsiniz. Və videolarımı sonacan izləmiş olsanız, mənə qat-qat dəstək olmuş olarsınız. İzlədiyiniz üçün təşəkkür edirəm. Gələn videolarda görüşmək ümidi ilə hələlik sağ olun.